Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve bihi nesta'in ve huve hayrun nasirin vel mu'in. Amma ba'd. Bizim bəhsimiz Fatihə surəsindədir. Keçən dəfə Fatihə surəsinin 1-ci ayəsi olan Bismillahirrahmanirrahim haqqında müəyyən qədər izah vermişdik. Bugün inşallah Fatihə surəsinin 2-ci və 3-cü ayəsi haqqında danışarıq. Qeyd etmişdik, Fatihə surəsi 7 ayədən ibarətdir. 1-ci ayəsi Bismillahirrahmanirrahim, 2-ci ayəsi isə Elhamdülillahi Rabbil alemindir. Biz Qur'an-ı Kərimin ayələrinə, surələrinə baxsaq, görərik, Qur'an-ı Kərimdə 5 surə Elhamdülillahi kəlməsi ilə başlayır. O ayələrdən biri bəhs etdiyimiz Fatihə surəsidir. Belə başlayır, Elhamdülillahi Rabbil alemin. İkinci surə Ən'am surəsinin 1-ci ayəsi Elhamdülillahillezî xalaqas-semavati vel-ard. Bütün həmdlər o Allaha məxsusdur ki, yeri və səmaları xəlq edir. Üçüncü surə Kəhf surəsinin 1-ci ayəsi, ayə belədir, Elhamdülillahillezî ənzələ alə abdihil kitəbə. Bütün həmdlər o Allaha məxsusdur ki, öz bəndəsinə kitabı nazil etmişdir. Dördüncü surə Səba surəsinin 1-ci ayəsi, ayə belədir, Elhamdülillahillezî lehu mə fis-semavati və mə fil-ard. Bütün həmdlər o Allaha məxsusdur ki, yerdə olanlar da O'nundur, göydə olanlar da O'nundur. 5-ci surə Fatir surəsinin 1-ci ayəsi, Elhamdülillahi fatiras-semavati vel-ard. Bütün həmdlər o Allaha məxsusdur ki, yeri və səmaları xəlq edir. Bu ayələrdə, bu surələrdə biz gördük ki, 5 dənə surə Elhamdülillahi ilə başlayır. Biz bu ayələrə və nəql olunan hədislərə baxdığımızda görürük ki, bir dəfə Allaha həmd etməklik var, bir dəfə Allaha şükr etmək. Yəni, insan bir dəfə Allaha həmd edir, bir dəfə də Allaha şükr edir. Həmd ilə şükrün arasında fərq var. İlk öncə baxaq, həmd sözünün lüğəti mənası nədir və şükür sözünün lüğəti mənası nədir? Həmd sözünün mənası bizim dildə məd etmək, tərif etmək, həmd-səna etmək mənalarını verir. Şükür etmək sözünün mənası isə, təbii ki, şükür sözü ərəb sözüdür və bizim dildə tərcümə etdikdə belə yenə də ərəb mənşəli sözlərdən istifadə edirik. Ona görə də şükür sözünün mənasını belə izah edirlər ki, tərcümə olaraq təşəkkür etmək, şükür etmək, minnətdarlığın bildirmək mənalarını ifadə edir. Qeyd etdik, həmd ilə şükrün arasında fərq var. O fərqi belə izah edirlər ki, şükür etmək hər hansı bir nemətin müqabilindədir. İnsanın əlinə bir nemət gələrsə, bir ruzi əldə edərsə, bir mal gələrsə, yəni nəyisə müqabilində edilən o əməldir. Ona şükür deyərlər. Amma həmd isə heç bir şükür, yəni nemət olmadan, ruzi olmadan, yəni insanın əlinə hər hansı bir mal, dövlət gəlmədən, nemət gəlmədən də o edilən minnətdarlıq, edilən şükür ona deyərlər həmd. Məsələn, belə də demək olar, həmdin içində şükür də var, amma şükrün içində həmd yoxdur. Həm şükürdən daha geniş mənanı əhatə edir. İmam Kazım əleyhissalamdan belə bir hədis nəql olunur. İmam buyurur, mən hamidallaha əla ni'mətin fəqət şəkərəhu. Hər kim bir nemətin müqabilində Allaha həmd edərsə, artıq o şəxs şükür etmiş sayılır. Bu hədisdən biz onu anlayırıq ki, həm şükürdən daha geniş mənalıdır. Yəni, insan həmd etməklə həm də Allaha şükür etmiş olur. Amma şükür edəndə həmd etmiş sayılmır. Sonra imam buyurur ki, وَكَانَ الْحَمْدُ أَفْتَلُ مِنْ تِلْكَ نِعْمَةِ. O nemətin müqabilində insan ki, Allaha həmd edir, deyir, əlhamdülillah. O həmd etməkliyin özü imam buyurur, o nemətdən daha fəzilətlidir. Bir nemət gəlir insanın əlinə, insan bunu dərk edir ki, bu Allahdandır. Bunun özü də bir gözəlliyidir, özü də bir nemətdir. Amma onun müqabilində insan deyir ki, əlhamdülillah, yəni Allaha həmd edirsə, o həmd etməklik o nemətin özündən daha fəzilətlidir. Bayaq qeyd etdiyimiz ayələrdə ki, 5 dənə ayəni ki, biz oxuduq 5 surədən, əlhamdülillah kəlməsi ilə başlayır.
Bu ayələrdən biz görürük ki, bunu da anlayırıq ki, həmd etməkli bir növ Allahın qüdrətinin müqabilində olur. Məsələn, Allahın qüdrətini hiss edirik, Allahın xaliqiyyətinin müqabilində, gücünün, qüdrətinin müqabilində, yəni Allaha həmd edirik. Məsələn, o ayələrdən birinə baxanda Ən'am surəsi 1-ci ayədə ki, oxuduq, Elhamdülillahilləzi xaləqəs-səmavati vəl-ərd. Bütün həmdlər o Allaha məxsusdur ki, yeri və səmanı xəlq edib. Burada xaliqiyyətdən də söhbət gedir. Yəni Allahın xaliqiyyət sifətindən söhbət gedir, Allahın qüdrətindən söhbət gedir. Yəni Allahın qüdrətinin müqabilində Allaha həmd edirik. Və biz bunu eyni zamanda Əlhəmdu kəlməsində işlənən o əlif-lam ki var, onun da bir mənası bütün deməkdir. Məna belə olur ki, yəni Əlhəmdülillah deyəndə bütün həmdlər, istər nemətin müqabilində olsun, istər nemətin müqabilində olmasın. Hər bir halda bütün həmdlər Allaha məxsusdur. Ayədə diqqət ediləsi kəlmələrdən də biri də Rəbb kəlməsidir. Rəbb sözünün lüğəti mənasına gəlincə, sahib, yəni bir şeyin sahibi, bir şeyin ağası, başçısı, tərbiyə edəni, idarə edən mənalarını ifadə edir. Məsələn, Rabbul ailə, yəni ərəblər ailə başçısına Rabbul ailəti deyəndə, çünki bu ailə başçısı, yəni həm ailənin sahibidir, həm ailənin başçısıdır, həm ailəni tərbiyə edəndir, həm ailəni idarə edəndir. Ona görə ailə başçısına Rabbul ailəti deyərlər. Və yaxud da ki, sahibkara ərəbcə deyirlər Rabbul əməl. Niyə? Çünki bu insan, bu şəxs öz əməlinin, öz işinin sahibidir, öz işinin ağasıdır, öz işini yönəldəndir, öz işini idarə edəndir, öz işçilərini, belə deyək, tərbiyə edəndir, yönəldəndir, istiqamətləndirəndir. Ona görə sahibkara Rabbul əməl deyirlər. Rəbb sözünə adətən belə bir geniş məna verirlər. Rəbb o şəxsə deyərlər ki, bir şeyin həm sahibidir. Həmin şey, yəni həmin şəxs həm sahibidir, həm sahib olduğunun tərbiyəçisidir, həm də onu idarə edəndir. Lüğəti mənası ilə də baxanda termin olaraq da eyni mənanı ifadə edir. Yəni bir şeyin sahibi olan, bir şey idarə edən, bir şey tərbiyə edən şəxsə deyərlər Rəbb. Biz bunu Peyğəmbərin babası Əbdülmüttəlibin dövründə baş verən o Əshabul Fil Qur'an-ı Kərimdə də keçir. Bu hadisədə də olan bir Peyğəmbərin babası ilə Əbrəhənin arasında olan o diyaloq ki var, oradan da biz bunu anlaya bilərik. Həmin Əbrəhə fillərlə Kəbə evinə hücum edib, Kəbə evini dağıtmaq istəyir və bu zaman Əbdülmüttəlib, yəni Peyğəmbərin babasının dəvələrini də qəsb edirlər, yəni əllərindən alırlar. Peyğəmbərin babası Əbdülmüttəlib gəlir o şəxsin yanına və öz dəvələrini istəyəndə o şəxs deyir, mən təəccüb elədim ki, yəni Əbrəhə deyir, yəni mən fikirləşdiyim kimi sən gələrsən, bizdən xahiş edərsən, bizdən istəyərsən ki, biz Kəbəni dağıtmayaq. O zaman Peyğəmbərin babası Əbdülmüttəlib belə bir kəlmə işlədir ki, وَلَهَذَا الْبَيْتُ رَبٌّ. Bu evin, yəni bu evin, Kəbə evinin öz Rəbbi var. Yəni onun sahibi var, onu qoruyan var, onu tərbiyə edən var, onu himayə edən var. Və ənə Rabbul ibil. Mən isə dəvələrin Rəbbiyəm. Yəni mən dəvələrin sahibiyəm. Mən öz mülküm üçün, mənə məxsus olan üçün gəlmişəm. Bu evin də sahibi var, Rəbbi var, onu qoruyacaq, onu yəni idarə edəni var. Və eyni zamanda biz Allaha, yəni biz deyəndə ayədə ki deyir Elhamdülillahi Rabbil aləmin. Yəni Allaha ki o Rabbul aləmin, o Rəbb nisbət verilir. Bu ona görə dedi ki, Allah Taala bütün məxluqatın, bütün yaranmışların həm sahibidir, həm sahibi olmaqla yanaşı idarə edənidir, tərbiyə edənidir. Burada bir məsələyə də diqqət edək. İnsan ki deyir Rabbul aləmin, bu əqidədə olarsa, bu etiqadda olarsa, yəni həqiqətən də Allahı dünyanı həm xəlq edən, həm dünyanı sahibi olan, həm dünyanı idarə edən, dünyanı tərbiyə edən bilərsə, bu çox Allahlıq əqidəsi ki var, onun batil olduğuna da yəni göstərir. Niyə? Çünki çox Allahlı olan o əqidənin düşüncəsi budur ki, məsələn, yaradan Allah ayrıdır, ruz verən Allah ayrıdır, yağışı göndərən, küləyi yaradan, küləyi xəlq edən, küləyi göndərən, bunların Allahları ayrıdır.
Amma biz Rabbul Aləmin etiqadında olmaqla, Allahı həm bütün məxluqatı yaradan, bütün məxluqatın sahibi olan, bütün dünyanı, bütün məxluqatı idarə edən əqidəsində olmaqla bütün bunların hamısının üstündən xətt çəkirik və bunların batil bir əqidə olduğuna inanmış oluruq. Və ayədə keçən kəlmələrdən biri də Əl-Aləmin kəlməsidir. Bunun mənası, yəni bütün məxluqata nəzərdə tutulur. Aləmin deyəndə, yəni bütün varlıq aləmi ki var, istər cinlərdən olsun, istər insanlar olsun, mələklər olsun, bitkilər olsun, yəni qeyri-insan olsun, təbiət aləmi olsun, bizim bildiyimiz, bilmədiyimiz, gördüyümüz, görmədiyimiz nə qədər aləm varsa, aləmin sözü onların hamısına şamildir. Yəni, bütün məxluqatlara, bütün yaranmışlara aləmin deyilir. Ayəni izahlı anlamaq üçün, izahlı mənasını başa düşmək üçün belə tərcümə etmək olar. Bütün həmdlər, bütün təriflər, bütün sənalar, bütün məxluqatın xaliqi, yaradanı, həqiqi sahibi və tərbiyə edəni, idarə edəni Allaha məxsusdur. Yəni, bütün həmdlər Allaha məxsusdur deyəndə, yəni Allah həm bütün məxluqatı yaradandır, bütün məxluqatın həqiqi sahibidir, bütün məxluqatı idarə edən, tərbiyə edən Allahdır və bütün həmdlər də Allaha məxsusdur. Həmd surəsinin, yəni Fatihə surəsinin 3-cü ayəsi Ər-Rəhmanir-Rəhimdir. Biz bu haqda Bismillahir-Rəhmanir-Rəhim haqqında danışarkən Ər-Rəhman və Ər-Rəhim kəlmələrinə aydınlıq gətirmişdik. Assalamu aleykum və rəhmətullahi və bərəkətuh.